Etdiyim riyaziyyat test toplusu, fiqurların sahəsi bölməsinə aid maraqlı bir suala baxırıq. Sualımız belədir. ABC'də dördbucaqlısının diaqonalları K nöqtəsində kəsişirlər. BM-in MC-yə nisbəti 1/3, AK-nın KC-yə nisbəti 2/3, BK-nın KD-yə nisbəti 3/5-dir. ABM üçbucağının sahəsi 21 olarsa, ABC'də dördbucaqlısının sahəsini tapın. Mən sualı aşağıda qeyd hissədə göstərdiyim bərabərlik əsasında həll edəcəm qısa şəkildə. Həmin bərabərliyin də isbatını sağ tərəfdə aşağıda vermişəm. İndi isə keçək həmin sualın həllinə. İlk olaraq burada yazmaq olar ki, S üçbucaq A, B, M-in S üçbucaq A, M, C-yə nisbəti BM-in MC-yə nisbətinə bərabərdir. BM-in MC-yə nisbətini 1-in 3-ə veribdir. ABM üçbucağının sahəsi 21-dir. 21 bölünsün S üçbucaq AMC bərabərdir 1 bölünsün 3. Buradan S üçbucaq AMC bərabərdir 3 vuraq 21, yəni 63. Onda ABC üçbucağının sahəsini tapmaq üçün 21-in üstə 63 gəlirik və 84 alırıq. İndi isə keçək qeyd hissədə göstərdiyim bərabərliyin tətbiqinə. Buradan yaza bilərik ki, S üçbucaq ABC-nin, deməli S üçbucaq ACD-yə nisbəti BK-nın KD-yə. BK-nın da KD-yə nisbətini bizə 3-ün 5-ə verib 3/5 yazdıq. ABC üçbucağının sahəsi 84-dür. S üçbucaq ACD bərabər olacaq 3 bölünsün 5. Buradan S üçbucaq ACD bərabərdir. 5 vurulsun 84 bölünsün 3 və 140. İndi isə ABCD dördbucaqlısının sahəsini tapmaq üçün ABC və ACD üçbucaqlarının sahələrini cəmləyirik. Yəni 84 üstə gəl 140, cavabımız olur 224.